Vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim. Deyən Məmməd Arazın poeziyasından gözəl bir əsəri Üç oğul anası poemasından qısaca bir hissəni sizə təqdim edirik. Birinin toy evi qurulu qaldı. Üçcə gün idi ki gəlmişdi gəlin. Eşqin tər çiçəyi nə tez saraldı. Sevinci yas oldu o şux gözəlin. Biri ayrılığı duyub o səhər son dəfə bir qızın əlini sıxdı. Yox, onlar bilmədi, nə biləydilər, bu ilk ayrılığı son ayrılıqdır. Biri də bir qıza baxıb utancaq, sıxmasın qəlbini kədər qəm dedi. Qızsa danışmadı, baxışı ancaq yaxşı yol, bir də ki sevirəm dedi. Üç oğul poemasında ananın istirabları, onun son nəfəsinədək hiss etdiyi oğulları ilə görüşəcəyi ümidi Məmməd Araz qələmində çox duyğulu və həzin verilmişdir. Gəlin də dağ çəkdi bir gün arvada, alıb öz payını ayrıldı ondan. Gəlin neynəsin? Bu evdə o da 3 gün visal gördü, 13 il hicran. Səbri tükənmiş dünyada eşqin, dedi, mənə də ev, uşaq gərəkdir. Ət-ətdən, can-candan deyildi axı. Getdi, yad qızıydı, yad oldu yenə. Od alıb alışdı ana varlığı, gəlin ər evində şad oldu yenə. Hər zaman maraq dairənizdə olacağından əmin olduğumuzdan Üç oğul anası poemasını oxumağı sizlərə tövsiyə edirik. Əziz kitab sevərlər.